Salam əziz şagirdlər, bu gün sizinlə test toplusundan tam cəbri ifadələr bölməsinin ifadələrin ədədi qiymətlərinin hesablanması alt bölməsinə aid bir neçə maraqlı sualın izahı ilə tanış olacağıq. İlk sualımız 10 nömrəli sualdır və sualda deyilir. B üzərinə gəl, C kvadratı bərabərdir 1 olarsa, ifadə verilib bizə A çıx C vurulsun B çıx C üzərinə gəl. A üzərinə gəl C vurulsun B üzərinə gəl C. Deyir bu ifadənin qiymətini tap. Bu ifadənin qiymətini tapmaq üçün verilənlərdən istifadə etməklə təbii ki, ilk əvvəl mötərizələri vurub açaq, yəni sadələşdirək ifadəmizi. İlk mötərizəmizi vurub açsaq burada AB çıxılsın AC çıxılsın BC üzərinə gəl C kvadratı üzərinə gəl. Artıq ikinci mötərizə ilə davam edirik. AB üzərinə gəl AC üzərinə gəl BC üzərinə gəl C kvadrat. İndi oxşar ədədlərin islahını həyata keçirə bilərik. Biz burada BC-dən bir mənfi bir müsbət var. AC-dən eyni zamanda bir mənfi bir müsbət var. AB-lər 2 ədəddir, yəni 2AB üzərinə gəl C kvadratlarda 2 ədəd müsbətdir, yəni 2C kvadrat. 2-ni mötərizə xaricinə çıxarsaq, 2AB üzərinə gəl C kvadratı alarıq ki, burada məqsəd AB üzərinə gəl C kvadratının 1 olduğunu ifadə yerinə nəzərə alırıq. 2 vur 1, misalımızın düzgün cavabı eləyir 2. Keçək növbəti sualımıza. Burada D variantı elədi. 15 nömrəli sualdır. Və sualda deyilir ki, PX çoxhədlisi üçün PX üzərinə gəl PX üzərinə gəl 1 ifadəsini tapmaq üçün 3x kvadratı çıxılsın x üzərinə gəl 2 düsturdan istifadə edə bilərik deyir. Və bir də şərtimiz verilib ki, P1 üzərinə gəl P3 daha səliqəli yazaq. 3 bərabərdir 2. Bərabərliyi də ödənirsə, P1-in qiymətini tapmaq təyin olunur. Bizdə çoxhədlinin qiymətini hesablamaq üçün yalnız ilk düsturumuz verilib. Bu düsturdan istifadə edərək gəlin ilk dəfə P1-i tapmağa çalışaq. Yəni x-ların yerinə 1 qoyuruq. X-ların yerinə 1 qoyduqda biz belə bir ifadə alacağıq. P1 üzərinə gəl P2. Çünki burada x üzərinə gəl. Birdən gedir söhbət. P2 bərabərdir. Bütün x-ların yerinə 1 qoysaq, 3 vur 1-in kvadratı çıx 1 üzərinə gəl. 2 almış olarıq və ifadənin cavabı eləyəcək 4. Deməli, P1 üzərinə gəl P2 4-ə bərabərdir. Daha sonra bizdə P3 ifadədə verilib. Ona görə P3-ü əldə etmək üçün gəlin biz bir dəfə də P2-ni hesablayaq. Yəni, üstdəki ifadədə x-ların yerinə 2 yazacağıq. Olacaq P2 üzərinə gəl P bu dəfə 2 üzərinə gəl 1 3 bərabərdir. 3 vur 2-nin kvadratı çıx 2 üzərinə gəl 2. Bu misalda da burada da cavab eləyəcək bizdə 12. İndi diqqətlə baxsaq, görərik ki, əldə etdiyimiz ifadələr P1 üzərinə gəl P2, P2 üzərinə gəl P3 qiymətləridir. Bu ifadələrin ikisini alt-alta toplaya bilərik. Alt-alta toplasaq, alacağıq ki, P1 üzərinə gəl 2 ədəd B2 üzərinə gəl B3 bərabərdir. Sağ tərəflərdə toplasaq 16. Daha sonra bizdə P1 üzərinə gəl P3. Bax, bu altına xətt çəkdiyim hissənin cavabı qiymət olaraq 2 verilib. Deməli, 2 üzərinə gəl 2P2 bərabər olur 16-ya. Sadələşdirmələr eləsək, 2P2 14, P2-nin qiyməti eləyir bizim üçün 7. P2-nin qiymətini 7 aldıqsa, biz burada P1 və P2-nin cəminin 4 olduğunu
bilirdik. Yəni bizdən də P1 soruşulur. Deməli, 7 üzərinə P1 gəlsək, cavab eləməlidir bizdə 4. Birinci bərabərlikdən. Buradan da nəticə olaraq çıxarırıq ki, P1 bərabər olmalıdır -3-ə. Deməli, düzgün cavabımız eləməlidir -3 C variantı. Keçirik növbəti suala. Növbəti sual 18 nömrəli sualdır və sualda deyilir ki, x bərabərdir -20-də 1 olduqda x çıx 5-in kvadratı çıx x vur 10 üzərinə gəl x ifadəsinin qiymətini tap. Bu ifadənin qiymətini tapmaq üçün verilən ifadəni bir qədər sadələşdirək. Müxtəsər məsturla ilk hissənin açılışını yazsaq, x-in kvadratı çıx 10 x üzərinə gəl 25 çıxılsın. X-in mötərizə daxilinə vurub açsaq, 10 x çıxılsın x kvadratı alarıq. X kvadratlar mənfi və müsbət islah gedəcək və alacağıq -20x üzərinə gəl 25. Artıq bu ifadədə biz x-in qiymətini rahat şəkildə yerinə yazsaq, daha sadə cavab almış olarıq. Görək ki, -20 vurulsun, -20-də 1 üzərinə gəl 25-dir ifadəmiz. Burada 20-lər islah getdikdə 1 qalır. 1 üzərinə gəl 25 və düzgün cavabımız eləyir 26. Keçirik növbəti suala. Növbəti sual 23 nömrəli sualdır. Və burada da x-in -1 olduğunu verilib və ifadənin qiymətini hesablanması bizdən tələb olunur. Gəlin, ifadənin qiymətini hesablamaq üçün ilk əvvəl misalı köçürək. X vur, x üzərinə gəl 3, daha sonra vurulsun x çıx 3, çıxılsın, x çıx 2, vurulsun x kvadratı üzərinə gəl 2x üzərinə gəl 4 şəklindədir ifadəmiz. Diqqətlə baxsaq, görək ki, bu ifadəmiz müxtəsər məsturdur. X kvadratı çıx 9-dur. Onu da x-a vurub birbaşa yazaq. X-in kubu çıx 9 x eləyir birinci hissə. Çıxılsın. Bu mötərizəmizdə isə kublar düsturunun açılışı verilib. X-in kubu çıx 2-nin kubudur, yəni 8-dir. Çıx x-in kubu çıx 8 şəklində yaza bilərik. Sadələşdirmələri eləsək, görərik ki, x-in kubu çıxılsın 9x çıx x kubu üzərinə gəl 8 halını alır ifadəmiz. X kubları islah gedir. -9x üzərinə gəl 8-dir ifadəmiz əslində. -9 vurulsun x-in qiyməti bizə 3-də 1 verilmişdi. 3-də 1 üzərinə gəl 8 və 3-lər 9-la ixtisar eləsək, -3 üzərinə gəl 8 sadələşdirmə nəticəsində ifadəmizin düzgün cavabı eləyir 5. Keçirik növbəti suala. Növbəti sual 26 nömrəli sualdır və sual sadə sualdır. Sadəcə diaqram şəklində verilib və sualda deyilir ki, diaqramda x dəyişəninin asılı a x kvadratı üzərinə gəl bx üzərinə gəl c çoxədlisinin əmsalları verilib. Bu çoxədlini yazın və x 4 olduqda onun qiymətini hesablayın. Biz diaqrama diqqətlə baxsaq, a-nın əmsalının qiymət olaraq 5-ə bərabər olduğunu bilərik. İfadədə yerinə yazaq 5x kvadratı. Daha sonra b-imizin qiyməti 1 verilib, yəni 1x. C-imizin qiyməti isə diaqramla 2-yə bərabərdir. Üzərinə gəl 2 halını aldı. Bizdə və çoxədlimizdə x bərabərdir 4 olduqda qiymətini hesablamaq tələb olunur. Yəni b 4-ü hesablayacaq. Bərabərdir 5 vur 4-ün kvadratı üzərinə 4 üzərinə gəl 2 hesablanmalıdır. 5 vur 16 üzərinə gəl 6 hesablanacaq və onu da düzgün cavab olaraq biz tapacağıq 86. Bu qədər bu videoda sona çatdıq. Növbəti videolarda görüşənədək.